Demək, mən Şəfiyev Ceyhun, Sumqayıt şəhər sakiniyəm. Sumqayıtda 9-cu mikrorayonda 22 saylı orta məktəbdə gözətçi işləyirəm. Mən sizə Sumqayıt şəhərində 22 saylı orta məktəbin direktorunun məktəbi necə idarə etdiyindən danışım. Deməli, bu məktəbin idman müəllimləri var. İdman müəllimləri. Bunlar güya bədən tərbiyə müəllimidirlər. Onsuz da bu uşaqlar hər gün çöldə, bayırda, evdə elə başlı hərəkətlərlə idman eləyirlər. Amma bu 22 saylı orta məktəbin idman müəllimləri nə işlə məşğuldur? Deməli, burada mənim əleyhimə qol çəkən Rauf var, Rauf. Ki, o Raufa rəhmətli atam çox hörmətlər eləyib. Onun qardaşı Zahirə atam çox hörmətlər eləyib. Yazma gəlir, Rauf, kömür, kömür. Nə oldu? Kömür istəyirdin, kömür. Atam da ona sizə elə belə hörmətə verirdi. Amma halbuki, indi sən onları unudub, gəlib mənim əleyhimə Allahsızcasına qol çəkirsən. Bu Rauf necə dərs keçirdi? Sumqayıt şəhəri 22 saylı orta məktəbdə nəyə görə əleyhimə qol çəkir? İndi deyim, çünki Səfərova Tahirədən bu aslı adamdır. Asılacaqlı adamdır. Dərs saatlarında telefonla danışırdı. Maşınını dərs saatlarında aparıb avtomatikada yuduzdururdu. İşlərin dalıcan gedirdi dərs saatlarında. Demək, bunlar yəni o Səfərova Tahirənin idarə etməsinin sayəsində demək, bunlar uşaqlara demək olar ki, oran uşaqlar dərs bədən tərbiyə nəyə deyilir, Raufun özü də bilmir. Top atırdılar, uşaqlar futbol oynayır, Rauf kənarda durub telefonla danışır. Nə bilim ki, moykada maşın yuduzdurur, dərs saatında işlərin dalıcan gedir. İndi gələk, bu orada elçim var, 3 metrə boyu var, gəlib mənə deyirdi ki, sənin atan bizə çörək verib. Evində qabağımıza çörək qoyub, mənim atam. İndi bu bizim evdə çörək yiyib, mənə qarşı haqsızlıq eləyən bu Allahsız elçinə baxın. Demək, bu uşaqları salır zala, qabaqlarına topu atır, özü də girir orada, o idman müəllimlərinin görüşdüyü otaq var. Orada tokla samavar var, onu taxır.